Dəyərli izləyicilər, OTK-nın 20 variant kitabından birinci qruplar üçün 8-ci sınavın izahatına başlayıram. İstiqamət verəcəm suallara. Bundan əvvəlki sınaqlara və ikinci qrup üçün olan sınaqlara kanaldan baxa bilərsiniz. Gəlin baxaq. Deməli, birinci sualda nə deyilir? Belə bir loqaritmadır və toplanılıb. Nəyə baxacaqsınız? Əsaslar eynidir. Bax, bu çox önəmlidir. Deməli, əsaslar eynidirsə, sən bir əsası saxlayacaqsan, içindəkiləri bir-birinə vuracaqsan. Vuran zaman ixtisarların falan gedəcək, qalacaq loqaritma 46-da 46. O da eləyəcək nə? 1. İkinci tapşırığa baxaq. Bu tapşırığa oxşar sınaqların birində düşmüşdü. Deməli, biraz oxşar da axır ki. Deməli, burada nə edirik? Bax, 125-i 5-in kubu yazıramsa, 3 gəlir qabağa 3/1 kimi. Loqaritma 5 əsasdan 120-ni də, 121-i də 11-in kvadratı yazıram axı. O kvadrat da gəlir bura. İndi nə qalır? 5-də 11. Sonra nə edirəm? Bu qalsın hələ burada. Sonra nə edirəm? Baxıram ki, bu mənə verilənləri bir-birinə vursam, bu ikilər gedəcək, qalacaq loqaritma 5-də 11. Deməli, sol tərəfləri vuranda loqaritma 5-də 11, sağ tərəfləri vuranda da AB. Onda belə çıxır ki, loqaritma 5-dən 11 elə AB-dir. Deməli, mənim də cavabım oldu 3-də 2 AB, A variantı. Üçüncü sualda nə edəcəyik? Üçüncü sualda mən bu 27 faktorialı yaza bilərəmmi? 26 faktorial vur 27 kimi. Bəli. Onda deməli A bərabərdir. Bunu da bilirəm axı loqaritmada vurmanı üstəgəlməyə çevirmək olur. Onda olur loqaritma 3 əsasdan 26 faktorial üstəgəl loqaritma 3 əsasdan 27, o da 3 edir. Deməli, loqaritma 3 əsasdan 26-nı tapası olsaq, 3 gəlir bu tərəfə. A açıq 3 eləyir. A açıq 3 eləyir, düzdür? Sonra mən baxıram, mənə istənilən bu loqaritmada yenə də əsaslarım eynidir. Deməli, mən bir əsası saxlayacağam, içindəkiləri birinə vuracağam. İçindəkiləri vuranda 1 vur 2 vur 3 və s. 26. Bu elə əslində loqaritma 3 əsasdan 26 faktorial etmirmi? Bəli. Deməli, elə məndən sən demə bunu soruşurmuş da. Bu da nə deməkdir? A açıq 3 deməkdir. Dördüncü suala baxaq. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam. Baxın, bu üslü funksiya bilirik ki, sıfırdan böyük qiymətlər alacaq. Üstünə də 10 gələndə, deməli, bu 10-dan kök altında 10-dan böyük qiymətlər alacaq. Təxminən kök altında 10-dan 3 tam neçəsə çıxır. 3 tam neçəsədən də böyük qiymət nə verir bizə? 4 verir də. 5-ci sual. Funksiyasının qrafiki o, x, y koordinat sistemində hansı rüblərdə yerləşir? Baxaq. Deməli, biz birinci baxmalıyıq ki, bu x oxunu hansı nöqtədə kəsir? X oxunu hansı nöqtədə kəsdiyini bilmək üçün nə edirik? Y-a 0 veririk. Onda x çıx 3 bərabərdir 2 üstü 0, yəni 1. X bərabərdir nə? 4. Aha, x-in 4-də kəsirsə, x-i 4-də kəsirsə. Mənim qrafikim bu şəkildədir də, elə deyil. Bu şəkildədirsə hansı rüblərdə yerləşir? Birinci, dördüncü rüblərdə. 6-cı suala baxaq. Burada da nə edəcəyik? Bu konkret bir sualdır ki, fikir ver, 16 4-ün kvadratıdır. Belə olan halda üstəgəlmə vəziyyətində. Burada verilənin kvadratından sadəcə 2 çıxırsınız. Yəni, bunu əslində birinci hissə topludan da çox işləmişsiniz də bu formatda misallardan. Hündürlüyü 2 kökdə üs olan düz paralelipipedin oturacağı rombdur. Oturacağı rombdur və hündürlüyü 2 kök. Aha, diaqonallar oturacaq müstəvisi ilə 30 dərəcəli və 45 dərəcəli bucaq əmələ gətirir. Deməli, nə edeyim? Bir diaqonalımı çəkirəm. Bax, bu. Bu oturacaq müstəvisi ilə 30 dərəcə əmələ gətirəndə onda aşağıdakı rombun diaqonalını tapmaq üçün bura 60 dərəcə olur axı. Onda bura neçə olur? Olur elə bir
Deməli 2 kökdə 3-ü nəyə vuracam? Kökdə 3-ə vuracam da, elə deyil. 60-ın qarşısındakı tərəf 30-un qarşısındakı tərəfin kökdə 3 hasilidir. O da olacaq 6. Deməli, oturacaqdakı diaqonalın biri 6-dır. İndi bax. İndi mən yenidən bunu çəkirəm. Bu dəfə elə bir o biri diaqonalı sadəcə yenə eyni yerdən çəkirəm də. 45 dərəcə olanda 45 olur axı bura. Onda oturacaqdakı digər diaqonal, yəni ikinci diaqonal elə 2 kökdə 3 olur. Niyə? Çünki 45-45-ə görə. İndi onun həcmini deyir tap. Bu fiqurun həcmini tapanda biz nə edirik? Deməli, S oturacaq, vurulsun hündürlükdür də, elə deyil. S oturacaq necə tapılır bəs? D1 vur D2 böl 2, yəni D1 vur D2'miz var. Böl 2 vurulsun hündürlük. Hündürlüyümüz də var. Və sonunda bunu hesablayacaqsınız. 8-ci çalışmaya baxırıq. Funksiyanın qrafikinin ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxunu kəsdiyi nöqtəni tapmaq üçün biz x-a 0 verdik. X-a 0 versək qalacaq 2 üstü 3, 8, 8 çıx 8, 0. Demək ki, nə oldu? 0, 0 nöqtəsi. 9-cu çalışmada funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd. Bax, yenə də 5x böyük, 0-dan böyük qiymət alır. Üstünə 27 gələndə 27-ni aşkın bir ədəd olur, düzdürmü? Normalda 3 loqaritma 3-dən 27 3-ün özüdür. Amma bu 3-dən aşkın, yəni 3-dən daha böyük ədəddirsə, onda 3-dən böyük ən kiçik ədəd hansı olacaq? 4 olacaq. Sonra 10-cu tapşırığa baxırıq. İfadəsinin qiymətini tapın. Burada nə edə bilərəm? Baxın. Burada mən belə yaza bilərəmmi? 5 üstü loqaritma 5-dən 3-ün üstü bir dənə də loqaritma 5-dən 3. Niyə belə yazdım? Çünki kvadratdır, ona görə. Və bu 5-lər gedir, qalır burada 3. Nə əmələ gəlir? 3 üstü loqaritma 5-dən 3. Çıx bir dənə də burada loqaritma 3 üstü loqaritma 25-dən 9. Biz bilirik ki, 25-i də 9-u da eyni anda kökdən sala bilirik. O da olur nə? 0 C variantı. 11. Bu kimi çalışmalar topulda da çoxdur. Nə edirdik? Əvəz edirdik. Əvəz edəndə deməli 5 üstü x-ı bir t ilə əvəz edin. Olacaq t kvadratı çıx 6t üstə gəl 5 kiçikdir 0. Və normal bərabərsizlik kimi həll eləyəndə burada t1 nə olur? 5, t2 isə olur 1. Yəni mən ədəd oxunda həll eləsəm t-lərə görə müsbət, müsbət, məndən mənfi zonanı istəyir 1-dən 5-ə. Onda demək ki, mənim bu t-lərim 1-dən 5 arasındadır. Bəs mən də t-ni 5 üstü x qəbul eləmişdim axı. Onda belə çıxır ki, 5 üstü x qoysam, belə qoysam, bu demək ki, 5 üstü x bir dəfə 1-dən öz solundan böyükdür, amma sağından kiçikdir. Solundan böyükdürsə, yəni 5 üstü x, bunu 5 üstü 0 yazsam, yəni burada x böyükdür 0 deməkdir. Buradan isə 5 üstü 1, yəni x kiçikdir 1 deməkdir. Bu da olur Y variantı. 12-də əvvəla modul, yəni loqaritmanı silsəm, modul x çıx 100 kiçikdir nə olur? 2 üstü 3, 8 olur. Bu da biz bunu necə yazırıq? -8 və 8 kimi. 3 keçir sağa sola, olacaq -5 və 11. Nəzərə almaq lazımdır ki, x fərqli olmalıdır 3-dən. Çünki loqaritmanın əsası və loqaritma altı ifadə 0 olmaz. X-də də 3 qoysan 0 olacaqdı. Ona görə bunu qoymuruq. Və burada yerləşən tam həllərin cəmini, tam həllərin sayını tapırsan, o da 14 dənədir. 13-ə baxırıq. Təliyin kökünün tam hissəsini tapın. Burada əvvəla belə deyək də, çöldəki loqaritmanı silsək, qalır əlimizdə ln x bərabərdir.
Loqaritmanı bilirik ki, burada ayağı 10-dur. Gəlsə bura 10 üstü 0,1. İndi eleni silsəm, bu natural loqaritmadır, yəni ayağı e-dir. Onda e gəlir bura. Bir sözlə x bərabərdir o, onun da tam hissəsi 2-dir də. Hamı bilir 2,7. 14. Tənliyini həll edin. Burada əvvəla bu hissəni biraz sadələşdirsək, bu 3-lər gedir. Qalır əlimizdə x çıx 3 və x üstə gəl 3 bərabərdir 7. X kvadratı çıx 9, 7-dirsə 9 gəlsin 7-nin yanına olsun 16, müsbət mənfi 4. Lakin mənfi 4-ü mən burada yaza bilmərəm. Çünki loqaritma 6 ifadə mənfi olmaz. Ona görə müsbət 4-ü götürəcəm. 15-ə baxırıq. 15 kimilərində pi üstü x-i bir t ilə əvəz eləsək, t çıxılsın 30 böl t bərabərdir 1 və buradan hər tərəfi t-yə vuraq. T kvadratı çıx t çıx 30, biraz sadələşdirdim birbaşa. Burada da biri 6-dır, biri mənfi 5-dir köklərimiz. Onda pi üstü x-i əlbəttə ki, mənfiyə bərabər edə bilmərəm. 6 olsa, loqaritma p əsasdan 6 olur. 16-ya baxırıq. 5 bucaqlı prizmanın neçə müstəvi bucağı var? 5 bucaqlı prizmada oturacaqlar, yuxarı oturacaq, aşağı oturacaq 5 bucaqdan ibarətdir. Ona görə orada müstəvi bucaqlar 5 dənədir. 2 oturacaq var, 10 dənə bucaq burada, düzdürmü? Yan üzlər də neçə bucaqlılardan ibarət olur? 4 bucaqlılardan ibarət olur da, elə deyil prizmalarda. Orada da hərəsində 4 bucaq var. Deməli, yan üzlər neçə dənədir? 5 dənə. Hərəsində 4 müstəvi bucaqdan, 20 dənə də burada. Ümumi neçə dənə? 30 dənə. 17-yə baxırıq. Həcmi 40 olan düzbucaqlı paralelepipedində AB 10-dur. Bax, bura 10-dur. Və bu nöqtələr yerləşdikləri üzlərin diaqonallarının kəsişmə nöqtəsi. Onlarsa deməli 4 bucaqlının sahəsini tapın. Deməli, həcmi 40 nə deməkdir? Gəlin belə eləyək. AD-ni bir dənə A deyirəm və bu hündürlüyə bir dənə B deyirəm. Onda həcmə görə V bərabərdir ABC düsturuna görə A vur B vur 10 bərabərdir 40-dırsa A vur B bərabərdir 4. Bu heç. Bunu qoyduq qırağa. Digər tərəfdən məndən istənilən bu 4 bucaqlının sahəsini tapmaq üçün mən bunun diaqonallarından istifadə edəcəm. Və bu diaqonallar əlbəttə ki, düzbucaqlı paralelepiped olduğundan elə diaqonalları da perpendikular olacaq həmin bu içəridəki fiqurun. Onda indi bax, MY diaqonalı elə AD tərəfinə bərabər deyilmi? Bərabərdir. Bura oldu A. NF diaqonalı elə bu qıraqdakı hündürlüyə bərabər deyilmi? Bəli, bu da oldu B. Və mən bu fiqurun sahəsini hesablayanda diaqonalların hasilinin yarısı kimi hesablayıram. Diaqonalların hasilini də mənə 4 verir, baxa. 4 bölü 2 elədi 2. 18-ə baxırıq. Həcmi 5 olan üçbucaqlı piramidanın bir təpədən çıxan 3 tili bir-birinə cüt-cüt perpendikulardır. Aha, bax bu halda biz həcmi necə tapırdıq? A vur B vur C böl 6 kimi tapırdıq. Bunu veriblər mənə 5. Deməli, A vur B vur C nə oldu? 30. Sonra deyir ki, perpendikular olan tillərin uzunluqları natural ədəd olarsa, onların cəminin ən böyük qiymətini tapın. Bunun ən böyük qiymətini düzəltmək üçün mən birinə 30 verərəm, o birisinə 1, o birisinə 1. Çünki mənə demir, axı fərqlidir, düzdür? Onda bunların cəmi neçə elədi? 32. 19 nömrəli çalışma. 19 nömrəli çalışmada nə edə bilərsiniz? Deməli, bura 5 kökdə 3-dür. Bütün tilləri, bax deyir ki, bütün tilləri 5 kökdə 3-dür. Deməli, bu da 5 kökdə 3-dür, bu da 5 kökdə 3-dür, bu da 5 kökdə və s. Onda bu belə çıxır ki, buradakı üçbucaqlar da bərabər tərəfli üçbucaqlardır. Onda buradakı bucaq neçə dərəcədir? 60. Bəs buradakı 90. Onda bunun payına nəyə qaldı? 150. İndi səndən də AB məsafəsini istəyirsə, burada hansı üçbucaq var? Yəni, kosinuslar teoreminə görə istifadə edib AB məsafəsini tapa bilərsən. 20-yə baxırıq. Deməli, diaqonalı 5 olan düzbucaqlı paralelepipedin MN nöqtələri yerləşdikləri üzlərin diaqonallarının kəsmə nöqtələridir. AB 3-dür. Bura 3-dür.
Və MN-i istəyir məndən. Mən neyniyərəm? Deməli, bax, bunu çəkərəm. Biraz bura. Bunu çəkərəm. Bu, bax, buradan bura elə bunun yarısıdır. Məsələn, bura A-dırsa, bura oldu nə? 2A. Bu da qarşıdakının yarısıdır. Onda bura B-dirsə, burada oldu 2B. Düzdür? Və mənə diaqonalı 5 verib. Diaqonal nə deməkdir? Necə tapılırdı? Diaqonalın kvadratı bərabərdir A kvadratı üstəgəl B kvadratı üstəgəl S kvadratı. Onda 25 bərabərdir. Bir tərəfim var da 3. 9 plus. Bir tərəfim 2A-dır, bir tərəfim 2B-dir. Onda olur 4 A kvadratı üstəgəl 4 B kvadratı. Buradan da A kvadratı üstəgəl B kvadratını nə taparsan 4 taparsan. Deməli, bax, Pifagora görə A kvadratı üstəgəl B kvadratı MN-in kvadratıdırsa, onda MN-in özü nədir? 2-dir. 21-ə baxırıq. Deməli, burada 5 dənə, daha doğrusu, hər bir kubun həcmi 125-dirsə, hər kubun tili neçədir? 5-dir. Və üstdən görünüşdə burada sayanda 12 dənə, bax, belə kvadratlar görünür. 12 dənə. Hər birinin də sahəsi neçədir? 25. Çünki tərəfləri 5-5-dirsə. 12 vur 25 neçə eləyir bəs? 300. 22-yə baxaq. Həcmi 8 olan ABCD, A1, B1, C1, D1 kubunda təpələrindən keçən kəsiyin sahəsini tapın. Əvvəla şəklini çəkməyə çalışaq. Deməli, A, B, C, D. A1, B1, C1, D1. Bax, deyir ki, bunu başqa bir rənglə istifadə edeyim. A1, C1, D. Bax, A1, C1 və D. Deməli, bunları birləşdirirəm. A1C yuxarıdakının diaqonalıdır da. Və hər tili də neçədir? 2-dir də, bunu bilirik. Onda bura oldu nə? 2 kökdə 2. Eyni şey burada da keçərlidir. 2 kökdə 2. Eyni şey burada da keçərlidir. 2 kök. Belə çıxır ki, bu bizdən soruşduğu bu üçbucaq bərabər tərəfi üçbucaqdır və tili 2 kökdə 2-dir. Və sonda bərabər tərəfi üçbucağın sahəsini tapmağa nə var ki? Tapırsınız. 23-ə baxaq. Burada nə edərik? Burada biz bilirik ki, 9 ilə 5-in yerini dəyişə bilərik. Onda 9 üstü loqaritma x-dan 5. 9-u da 3 üstü 2 yazsam, bu 2-ni də 5-in üstünə versəm, olacaq belə bir şey. Üstəgəl 3 loqaritma x-dan 25 bərabərdir 10 veriblər mənə. İndi baxaq. Bundan 2 dənə oldu da. Onda hər tərəfi 2-yə bölün ki, bunun biri qalsın əlimizdə. 2-yə də bölsəm, bura olacaq 5. Yaxşı. İndi mən bilirəm ki, bu üstdəki bərabərdir loqaritma 3 əsasdan 5. Sonra nə edeyim? Bu 5-dir. Mən bu 25-i də 5-ə çevirməyim üçün onda mən x-i gələyinə yazım, kök altında x yazım. Elə bir var, buradan biraz böyük yazıram. 25-i 5-ə çevirə bilməyim üçün mən onda gələk x-i kökə salım. Belə bir şey yazım. Aha, 5-lər bərabərdir, onda x də buna bərabərdir. X neçə oldu onda? 9 oldu. X-imiz oldu 9. Sonra keçdik neçə? 24. Bərabəsinin ən böyük təməlini tapın. Burada mənfi 11 və 11 yazırıq. 5-lər keçir sağa sola. Burada eləyəcək mənfi 8, 16. 2 üstü x bir dəfə mənfi 8-dən böyükdür. O zaten həmişə böyükdür. Bir dəfə də 2 üstü x kiçikdir 16-dan. Onda x kiçikdir nədən? 4-dən. Ən kiçik həll, ən böyük həlli də olacaq 3. 25-ə baxaq. Tənlinin neçə kökü var? Biz bilirik ki, buradakı x böyükdür 0-dan. Onda bu moduldan özü çıxır. Yəni nə qalır? Loqaritma 2 əsasdan x bərabərdir mənfi x çıxır. Düzdürmü? Buradan x bərabərdir 2 üstü mənfi x. Bunun da cəmi bir dənə kökü var da. Bunun da cəmi bir dənə kökü var. Və yaxud da bu cür tənlikləri, daha doğrusu
tənlikləri həll etməkdən ötürü qrafik üsuldan da istifadə edə bilərsiniz. Bunun ayrıca qrafikini qurursunuz, bunun ayrıca qrafikini qurursunuz və görürsünüz ki, onlar bir nöqtədə kəsişir. Elə də baxmaq olar, belə də baxmaq olar. 26-ya baxırıq. Oturacaqları trapesiya olan düz prizmada paralel yan üzlərin sahələri 7 və 15-dir. Aha. Gəlin belə eləyək. Bax, mən bura A deyirəm, bura B deyirəm, bu hündürlüyə də C deyirəm. İndi fikir verin. Bu üzün mənə deyir ki, sahəsi 7-dir. Biraz balaca üzdür ona görə. Bu üzün sahəsi necə tapılır ki? A vur C bərabərdir 7 tapılır. Bəli. Bir də indi baxıram. Bu göyün qarşısındakı bunu nə ilə işarə eləyək? Dəqiqə nə ilə? Maraqlı rəngdə bax. Məsələn, bununla. Bax, bu üzə bax. Bu üzə bax. Bəs, bunun sahəsi necə tapılır? B vur C. Bərabər nə verib mənə? 15. İndi. Və onlar arasında məsafə 3-dür. Hə, bax, bura 3-dür. Hündürlükdür də, yəni. Prizmanın həzmi tapılır. Deməli, mən buradan nə görürəm? Görürəm ki, A 7-dir, C 1-dir, B isə 15-dir. Yaxşı. Onda deyir ki, prizmanın həcmini tapılır. Prizmanın həcmi necə tapılır ki? S oturacaq, vurulsun H. Oturacaq da bax, bura var, ha, oturacaq, bura var. Bu oturacağın kiçik oturacağı, böyük oturacağı məlum oldu. Hündürlüyünü də veriblər. Onda orta xətt 7 plus 15 bölü 2 11 vurulsun hündürlük də 3-dür və vurulsun nə? Prizmanın hündürlüyü. Yəni 1. C-ni 1 tapdıq da bayaq. Oldu nə? 33. Başa düşməsəz videonu saxlayın, bir daha izləyin. Yəni hər addımını analiz eləməyə çalışın, beyninizə yazdırmağa çalışın, onda başa düşəcəksiniz. Mən vaxt baxımından biraz sürətli deyirəm. 27-də uyğunluqdur, müəyyən edin. Deməli, məsələn, birinə baxaq. A 3-dür, B 4-dür, H 8-dir, uyğunluq müəyyən edin. Nələrdir bunlar? Piramida var, prizma var. Məsələn, birinciyə baxaq. Düzbucaqlı, üçbucaqdır, düz prizmadır. Aha, oturacaqları düzbucaqlı, üçbucaqdır, düz prizmadır. Deməli, onda olacaq 3, 4, 5 və H-da 5. Yaxşı. Və mənim nə deyir? Düzbucaqlı, üçbucaq olan düzbucaqlı oturacağının katetləridir. Aha. İndi baxaq. A bəndə üçbucaqlı prizmanın həcmi 60-dır. Üçbucaqlı prizmanın həcmi. Aha, həzmini tapanda S oturacaq. S oturacaq bilirsiniz ki 3 vur 4 bölü 2. Yəni 6 vurulsun 5 olur da. Yəni nə oldu? 30. Neyse sizə bilinmədi ki. Yox. Bu deyil. Sonra üçbucaqlı prizmanın yan səthinin sayısı 60-dır. Yan səthlər, məsələn, bu yan səth 3 vur 5 15. Buradakı yan səth 4 vur 5 20 və bu hissədəki yan səth 5 vur 25. 25 üstə gəl 15 üstə gəl 20. Bu eləyir 40, 20, 60. Bəli, məsələn, yox. Bu yox, hansı idi bayaq? Yan səthində B. 1-ə gedə bilər B. Bu şəkildə digərlərini də yoxlayacaqsınız. 28, 29, 30 isə OTK-nın, bax buradan skan eləyin. Görürsünüz, skan eləyin. OTK-nın özünün çox gözəl izahları var. Sağ olun.